Binəqədi rayon mərkəzləşdirilmiş kitabxana sisteminin Mənim Qəhrəmanım adlı layihəsinə qoşularaq sizlərə 2-ci Qarabağ müharibəsinin şəhidi Baş Leytenant İbadov Murad Yusifovla haqqında məlumat vermək istəyərdim. Yusif 1993-cü ildə dekabrın 29-da Qobustan rayonunda anadan olur. 2000-ci ildə Qobustan rayonun Hüseynov adına ümumi orta məktəbin 1-ci sinifinə daxil olur. 2011-ci ildə məktəbi bitirdikdən sonra Heydər Əliyev adına hərbi akademiyaya daxil olur. Çalışqan, mərd, qorxmaz kursant olmağı ilə qısa bir zamanda hamının sevgisini qazanır. 2015-ci ilin dekabr ayında təhsilini fərqlənmə ilə bitirir. 2016-cı il yanvar ayının 1-dən Bərdə korpusuna işə başlayır. 2016-cı il aprel döyüşlərində iştirak etdikdən sonra Tərtər rayonun en saylı hərbi hissənin baş leytenant olaraq xidmətini davam etdirir. 2020-ci il sentyabrın 27-sində Böyük Qarabağ müharibəsində başlayır. Murad oktyabrın 16-sı Tərtər rayonun Tülkü dairəsi adlanan ərazidə döyüşlərə başlayır. 8 döyüş yoldaşı ilə günlərcə qəhrəmancasına döyüşdükdən sonra güllə yarası ilə şəhadətə yüksəlir. 22 noyabr günorta saatlarında doğulduğu rayonda torpağa tapşırılır. Allah rəhmət eləsin.